İslamı? İslamın sənətini mən belə qiymətləndirirəm ki, kişilərlə arvadların arasında oxuyan idi. Bu mahnıları, ondan sonra təzəki bəstəkar əsərlərini ondan söz hazırlayıb oxuya bilən şey yox idi. Xanəndə oxumağı götürürsən. Mən təmin olunmamışam xanəndə oxumaq üçün. Xanəndə başqa şeydir. Xanəndə tamam başqa şeydir. Arif xanəndədir. Yaqub Xəsidizoğlu'nda xanəndə idi. Ondan sonra o Ağabba var. Novruzov. Bax, o xanəndə idi. O Hacı Babanın balaca səsi var. Bax, bu xanəndədir. Mən qandığım bu qədər deyil, mən bağışlayayım. Ağabala Abdullayev necədir? Yox. Mənim üçün o... Füzulidən ola deyil. O Füzulidən ondan. Teymur Durur'dan nəsə var. Aycan, aycan. Teymur'da uyuyaman aman elə oxumaq, elə xanəndəli yoxdur. Mütəllimova necə? Əla. O Müzəssir'in Seyyah oxuydu. O da hər bağın, hər bağçanın bir şeydası var. Onu, o Seyyah şöbəsini nətəri yanıqlı oxuyub, nətəri qaltanlı oxuyub. Adam ciyəri. Mən siyahımda, Allah rəhmət eləsin, Zülfü deyirlər, amma Hacı Baba Zülfünün soka idi. Bəh. İnan Allaha, mən də bu fikirdəyəm. Zülfünün soka idi o. Amma mütəllim ayrı şey. Xan mütəllim. Xan reşi oxuyardı, deyərdi ki, bundan yoxdur. Üstündən mütəllim reşi oxuyardı ki, deyərdi çıxıb xandan bu yaxşı oxuyardı. Allah belə oxuyan idi bəlkə. Mən bugünkü gün musiqiyə bağlı deyin, da biz işimizi qutaraq, keçəsiz. Bugünkü musiqi istiqanə edirmi? Bugünkü durum. Məndən soruşdular ki, bu saatların abimlərin neçə oxuyan var, sən bilər. Dedim, onu deyə bilmərəm. Neçə oxumayan var, onu deyə bilərəm. Aycan.